Salam. Müdaxilə eləmə, qoy heç də yazma mənə, qoy bildim ki, bunlar pazlayım, bu şərəfsizləri, bunların yalanını ölür. Muş kimi gizləmlər, şərəfsiz söhbət deyirlər, cındırlar. Neyse, açmışam canını, 5 dəqiqə danışacağım. Daha başqa cürə söyləyəsən ki, bunlar çıxsın üzə. O bir səhifəm bağlıdır, salam aleyküm. Ona buradan yenə girdim, ilk dəfə. Murad, Rüfət, bəsdirin də cəmaata yalan palan şey elədiniz. O qədər tupoyam ki, siz özünüz tupoysunuz, yəqin özünüz kimi bilirsiniz də. Dost kimi zəngirlər, bırat, harda qalsan, nəyə ehtiyacın var. O variantları mənə girməz. Yəni, belə düşük variantlarla mənə gəlməyin. Qıznikləri ilə yazmayın, Allah şükür, yəni heç görməmişdir. Bu iki. Üçüncüsü də bu killer söhbət eləyirsiniz ki, mən sizə gör killer kimi yaxınlaşmışam, indi məsələn, bilmirəm, eləmişsiniz, eləməmişsiniz. Amma eləmişsiniz. Siz elə şərəfsizsiniz ki, hər söhbət eləyərsiniz. Çıxın bizə də, başqa gün neyniyim? Yenə məcbur edirsiniz, söyüşsün. Söyməyəcəm. Bildiyin, çıxın üzə, danışaq. Nə gözləyirsiniz? Yəni, neyinirsiniz, nə gözləyirsiniz? Gözləyirsiniz ki, indi o dost kimi yazırlar, qardaş, nə qulluğun, harda qalsan, nə Ərdəbildə nə qulluğun, yeməyin, içməyin var, zırt pırt. Görüntünü az bir dənə sənə görək. Gör bilmirəm, kimsin adamdır, kimsin adamdır. Sizdən yaxşı bilməm. Mən oynayırsınız. Mən siz elə oynaya ətirərəm, elə oynaya ətirəm, gözünüzü açarsınız, görərsiniz ki, mənim qabağımdasınız. Mən o həddə çatdırmayayım. Mən mərd sizlə döyüşürəm. Bax, mərd. Deyirəm, çıxın, lap görüşməyin, konferans eləyin. Bəlkə mən yalan deyirəm. Bəlkə insanları aldadıram. Orada burada deyirsiniz ki, Tural pul alıb danışır. Yalansın zatına lənət. Razısınız. İnternet zəifdir, yəqin ona görə donur. Biraz şərəfsiz olsun. Bir variantlarla mənə neyəsiniz, təşkib döyəsiniz, yoxsa öldürəsiniz. Sizlikdir. Bildin? Kişi olun. Kişi olun. Bax, bu söhbət çox işəcək. Lazım gəlsə bütün oğulları kurs eləyəcəm. Amma siz çıxadacağım. Lənkəranda onu bunu yığıb demək ki, bu budur, söyüşlə. Sən kimsən, hə? Bütün Lənkəran səni axtarır. Onun qucağında oturansan da sən. Rüfət, sənə deyirəm. Bir nəfər zəng eləyib, məndən görüntü danışır, sənin qohumundur gör. Deyir ki, yığarsan, zəng eləyərsən, buna da sən deyirəm. Deyir ki, Rüfət dedi, mən Turalı tanımıram. Sən məni tanımırsan, sən məndən görüşməmsən. Təkrar eləyirəm. Mən o variantlarla bu adamları salsın ortaya ki, Turalıdan dost kimi yaxınlaşır, o variantdan mənə keçməz. Sənin o adamı da sənə qataram. Sənin də o adamı qataram. Bildin? Biraz mərd olun. Mənim məcburiyyət çıxmasınız. Daha da ağır danışım sizlə. O həddə çatdırmayın məni. Çıxın, danışaq. Kimə güvənmisiniz? O adamla çıxın Siviyazda. Konferansı onunla eləyin. Siz 100 nəfər qoşun konferansa, mən 1 nəfər qoşum. Tək eləyə bilirəm, amma söhbəti özüm eləyəcəm. 1 nəfər şahid qoşacağım ki, görsün ki, nədir, nədir. Yəni, sən oğru dörsən. Sən vor dörsən. Yəni, ümumiyyətlə, vicdanlı adam dörsən. Sən kişilikdən qıraq hərəkət eləmsən. Murad, ən pis hərəkəti sən eləmsən. Bildin? Mənə qardaş deyə mənə tema kimi aparmışsan. Sizi 200-ü bir-birinə qatacaq. Sizin 200-ü bir-birinə qatacaq. Mən sənə heç bir variant eləmirəm, Rüfət. Heç kimə sənə dost kimi zəng elətdirmirəm, yervi şey eləmirəm. Kişi kimi, mərd-mərdanə deyirəm ki, mənim yerimi bilirsiniz, ona sizi belə gözləmişəm. Çıxın, danışaq.
Ya Oğru Məclisində danışacaq. Paşa var, Gürcüstanlı. O təzə çıxıb. Rəhmətli Qulunun qohumu olmalıdır, səhv eləmirəmsə. Lap belə onun qohumu olmasın, fərqi yoxdur. Amma kişi kimi, yəni eşitmirə düzdüyü üçün yaşayır. Neçə adamdan da soruşmuşam, elədir. Yəni deyirlər ki, elə yaşayır. Yəni onu da tapacağam ki, yəni bu Oğru Məclisinə çıxar. Buradan əgər kimsə mənim videomu zaps eləyirsə, götürürsə, bu aləmlə əlaqəsi varsa, mənim adımdan desin ki, məsələn, bu aləmində bir ağırlığı var, illərdir bilmirəm, bəlkə əsrlərdir davam eləyir. Bu aləmi belələrin gözdən salmağına qoymayın. Məcburam ki, belə danışam. Bax, Oğru aləminə üzümü tutub deyirəm, oğrulara üzümü tutub deyirəm, dünya oğrularına üzümü tutub deyirəm. Yəni ki, belə adamlar bu Varovskoyu gözdən salır. Tutun, gətirin. Necə məclis təşkil edib ad vermişsinizsə, o məclisi təşkil edin, məni də çağırın. Mən gəlirəm, tək gəlirəm, özüm gəlirəm, tək canımla gəlirəm. Konfrans istəyirsiniz, konfrans edin. Həqiqət çıxsın. Həqiqətdə mən səhv olsam, vurun, məni öldürün. Hə? Bir sözüm belə səhv olsa. Amma onlar səhv olsa, onu öldürün. Həm də ibrət olsun ki, şərtdir, getdin, oğrunu adaldın, hər poxu yeyə bilərsən, hər cür haqsızlıq eləyə bilirsən. Birincisi, bu haqsızlıq qalxsın. İkincisi, maskası cırılsın. Mənə kişi kimi üstümə gəlin, kişi kimi, dost kimi, düşmənlər zəng ev deməsin, nə qulluğun olsa hazır. Söhbət abba mənə deyir, yemə işvi neysən, pul işvi neysən? Pulum yoxdur desəm, pul verəsən mənə. Yeməyim yoxdur desəm, yemək verəsən mənə. Hardan aldırsan, kim gətirir? Yəni, bu variantlarla mənə gəlməyin. Qız nikindən də ya da qızlara deyib mənə yazdırın. Allah'a şükür, heç nəyin acı da döyürəm, heç nəyin çoru da döyürəm. Bildin? Kişi olun, kişi olun, kişi olun. O deyir, sonradan nə bilim nə. Bir kişiliyiz olsun, dalımda danışmayın. Görürsünüz, üz-üzə danışın. Deyərlər, indi bu monitor şiri, zırt-pırt bilməyənlər deyə. Nə mən monitor şiriyəm, nə də tiktokerəm. Olmaqda fikrim də yoxdur. 10 ay qaçmışsınız, fakt qaçmışsınız. Bir il alladmışsınız, fakt alladmışsınız. Üzə çıxmamışsınız ki, özü elə aparmışsınız, belə də olmalıdır. Mən məcbur saxladınız. Axırda demədin ki, gedin nə istəyirlər. Mən buradan nə deyirəm, birinə mən kömək istəyib demirəm ki, gedin bunu vurun, öldürün, əzin. Bir dəfə elə söz çıxıb ağzımdan. Kimin gücü çatırsa, yəni sivyazı varsa, əlaqəsi varsa, sizi ortaya çıxasın. Sizi şəxsən bax mən. Sizi mən sındıracağım, adınızı da alacağım. Sanuzu da alacağım. Yeriyəsə, əgər liş hərəkətiniz mənə olsa, canımı almaq istəsiniz, canınızı da alacağım. Bildiniz. Amma məndən görüşəcəksiniz. Şərəfsizlər artıq əski danışır. Biri deyir ki, tanımıram, yalan danışır. Biri deyir, pul kimdənsə. Pul xorsuzsa, pulla qabağımı qaçdırmamışam, sənə cındır. Ay şərəfsiz. Murad, pula görə qardaş demirdin. Rəşad, nə söz verirdin mənə? Kilkə Rəşaddır, Kələ Rəşaddır, Kəlsə Rəşaddır, adı hər nədirsə. Neçə və görüşmüsən Moskvada məndən? Rüfət, deyirsən ki, Tural tanımıram, görüşməmsən məndən. Rəşad, görüşməmsən, mənətdən ged İrana həll eləyəcək, əlindən də belə göstərsən, gələ şey olmasa bu olacaq. Belə deməmsən. Sən Bəhluzadda oğlanı qoşmamışdınız, şofer kimi hara istəyirdim, aparırdı, gətirirdi məni. Mənlə görüşməmsiniz. Hə? İndi deyirsiniz ki, Tural bizə yaxınlaşıb başqa işçin, biz də Turalı şey eləmək üçün, cavabını vermək üçün o şey elədik, iş görmədik. Belə götüz var idisə, üzrə deyirəm, bax, belə götüz var idisə, əgər sizlə səhv söhbət edim, üzümə deyərdiniz. Mənim Moskvada dostum yoxdur, tanışım yoxdur, qohumum yoxdur. Moskvada yoxdur, yəni başqa şəhərlərində var. Yəni, orada sizinlə görüşmək gəlmişim, tək idim. Üzvə sənə mən demişəm ki, sənə lotu-potu deyirlər. Deməmişəm. Bəlkə yalan deyirəm. Siz çıxacaqsınız ortaya. Öz xoşunuzla çıxın. Birinci söhbət həll eləyir. Sonra demişsiniz, Tural üzrə. Xəyal, yaxşı adıma düşdü. Mənə zəng eləmişdi, Xəyal Gəncəli. Saat yarıma şeydəyəm ha. Qardaşıma görə söhbət eləyirəm. Ərdəbildəyəm. Sənin ömrünü mən də verdim qardaşlarıma. Niyə telefon açmısan? Sənə Qazaxıstandan zəng gəlib açmamısan. Sənə Fransadan zəng gəlib açmamısan. Sən məni öldürəsən. Sən məni öldürməyəsən. Sən birincisi get o Moskvadan üstünə polisdə izahat yazmışsan ona buna. Onları təmizlə. Sən vapke neysə, hardansan sən? Hə? Yəni sən
İki tərəfdə də olmusan, mən biləni. Sən mənə deyirsən, oturmuşsan Moskvada deyirsən ki, var yoxunuz ki, 1 saat yarıma sənin yanında. Kaş deyərdim gəl. Prosta mən düşük dönəmi səndən görürəm. Sən kimsən ki, məndən görüşəsən? Hə? Sən məndən görüşənməzsən. Mən sənə ağsaqqal axtarıram. Bu var, Afskoydakı ağsaqqal. Bu brilyant deyilsə, onu axtarıram, ona da cavabımı verəcəm. Bildin? Qardaş böyle söhbət edin də, mənim də qardaş bir zəng eləyən var. Niyə açmısan telefonu? Zəng eləyənlər də deyir ki, birinci sözü, bizim səsimizi yazmısan ki. Səs yazan olsaydı, mən Murad, sən dılğır, sənin səsini yazıb paylaşardım da. 80 dəfə yalan danışmışsınız. Səs yazan olsaydım, Rüfət, 5 gün səndən 6 gün görüşdüm, sənin səsini yazardım da. Hələ videomu da çəkərdim altından, götündən xəbərin olmazdı. Yenə deyirəm, mən bu monitorda danışan şirizadı deməyin. Mən buna 10 ay gözləmişəm, çıxmayıb. Mən bundan əvvəl söyüb bir şey eləyənlər kimi də deyirəm. Mən bura çıxmışamsa, bunun nöqtəsini qoyacağam. Nöqtəsini qoyacağım. Mənlə kişi kimi döyüşün, kişi kimi, qəhbə kimi döyüşmüyor. Amma siz də başa düşürəm də, hər kəs özünə yaraşan kimi addım atır. Sizi bir şəkildə çıxırdım, Dubaydan getməyəsiniz. Siz bax, mən siz Dubaydan deport belə elətdirəcəm, inanmırsan? Araya desən ki, Misrə düşəsən. Sənin aldığın nəfəsdən xəbərin var, amma kişi kimi var. Daha sən heç kimi dost kimi yaxınlaşdırıb, qəhbə kimi xəbər almıram. Attığın addımdan xəbərim var. Getdiyin adamların plyajdan xəbərim var. Saat neçədən sonra gedir. Mən elə orada da vurduraram motosiklet sürənlərə. Dubayda belə mən səni vurduraram. Amma mən sən indi ölməyin sərf eləmirsən, səhv çıxmağın mənə sərf edir. Şərəfsizlər. Kişi olun. Siz amma kişi olanmazsınız. Bir gör kimə deyirəm, kişi olun. Murad, bir də zəng elə ona buna. Lənkəranda da deyin ki, Tural qəhbədir, ona görə verildim. Qəhbəyəm mən, üzümə deyərdiniz də. Qardaş, altıma maşın qoymadım, göt. Demədim, böyük qardaş şəhərliyə şirinliyimi ver. Gicdirlər. Nə də masallı uşağına sənədsiz maşın satmışsınız. Sonra 2000-də sənədçini almışsınız. Sonra Rüfəti kurs eləmişsiniz, maşını da almışsınız. Sonra maşın söhbəti oldu, aya 500 köməkli. Bu nədir cəmaata, kasıb insanlara, zəif insanlara haqsızlıq edirsiniz. Mən gör hansı zamanət ki, oğru ilə pul söhbət edirəm, oğru mən atıb. Əslində oğru batan pulları alıb cəmaata verən adama deyirlər. İndi gör sən nəsən. Mənə bu uşaq zəng eləməsin. Mənlə Rüfətin əvəzinə görüş istəyənlər, onlar da mənim qardaşlarımla görüşəcək. Rüfət, çıx ortaya, orada burada demə tanımıram, eləmirəm. Yox, dostluğumda heç kim yoxdur, moderator verə bilməmişim elə. Şərəfsizlər. İndiyə kimi cındır kimi şey eləmişsiniz də, bir nəfəri mən bilmirəm ki, qızla temaya salıb döymüsünüz. Siz söyürlər. Birincisi təkləmək düzdür, öldürün. Necə ki, mən o Elşən demişəm ha, Elşən, o Mutiller zınındır. Mən onu tapıb şəxsən öldürəcəm. Ev yoxdur, həyatım düşdü qara palasaya, belə olmağını istəməzdim. O mənə bala söyüşü söydü, o öləcək. Bax, burada da deyirəm Elşən, səni bir gün tapacam. Mən o qədər səbirli adam deyirəm, ha, sənin ömrün heç bir il yoxdur. Şərəfsiz, mənim üçün külliyə göndərsiniz. Murad, sən kimsən külliyə göndərəsən? Sən toyuq başı kəsəmmişsən, ha kişi. Sən Lənkəranda onunla bu nossollu sonra icazəlan adam idin, ne? Rüfət, sənin necə ətrafın, Murad kim olardısə, qalanı tanımıram. Bir iki dənə adım bilirəm, məsələn, Zaxarla münasibətim olmayıb, yaxşı pis deyəmərəm. Zaxarı başqa söhbətə görə tanıyıram. Yəni, Muraddırsa, bu söhbəti eləyib, əgər pulu Murad alıb yiyibsə, hələ sənin yanındadırsa, mən səndən belə danışmağıma səbəb Muraddırsa, hələ yanından fırlatsansa, sən məndən sənin düşüncə tərzi və mən heyran qalım ki, nə düşünsən. Kişi ol, nə, mən kişi kimi yaxınlaşın, kişi kimi çıxın ortaya. Artıq əskili danışmayın. And ola Allaha deyin. Çıxmayacaqsınız. Yəni pis olacaq. Siz mənə burada qəhbə kimi bura adam göndərməyin. Astarada bir dənə var, Təbrizdə bir dənə var, nə bilim, Ərdəbildə bir dənə var. Alıb 10 dənə olsun. Əgər siz söhbətdən əvvəl ölüm işi istəyirsinizsə,
Məndən qabaq siz öləcəksiniz. Bax, görsən, konkret deyirəm. Sən danışa bilmirəm deyə məcbur sənə belə fikrimi bildirirəm. Bundan açıq, bundan aydın danışım səndən. Amma mənə lazımdır ki, düzdür, haqlıq. Çıx, maskın durulsun, hər kəs üzvü görsün. Kişisinizsə, bu zərdə kişiliyiz varsa. Rəşad, Rüfət. 300 mən. Çıxaq söhbətə. Konfrans deyirsiniz, konfrans. Eləyin. Lap siz də səsi yazın, mən də səsi yazım. Həqiqətləri danışaq. Yox, istəyirsiniz oğru məclisi olsun. Siz lap oğlara çıxmayın, mən çıxmayın. Siz çıxın, deyin ki, bizi soyan var. Deyin ki, məclis istəyirəm. Bax, məclisdə siz qurun. Oğruları da siz yığın. Mən yenə gəlirəm sizinlə söhbət etməyə. Bundan açıq söhbət. Yığın, gəlməsəm, deyirsiniz ki, Floyd, didə eləmədi. Daha sənə hər cür təklif eləyirəm. Yəni, bu da qəhbə ki, mənə dost kimi, Mutilya kimi o yığır, qoxmayan, bu yığır. Bir də ən əsas, mənim sizlə də söhbətim, sizin mənlə. Bilirəm, siz qəhbə şeysiniz. Üzdə deyirəm də. İndi üzdə burada deyirəm, vaxt edək, üzdə də deyəcəm. Doğrudan deyəcəm, amma mən üçün bir-iki yoxdur. Mənlə söhbətiniz var. Ay mənim dostum, ay mənim qohumum, ay mənim qonşum, ay mənim ailəm, ay mənim qardaşım. Onların heç birinin bu söhbətə aidiyyəti yoxdur. Heç birinin bu söhbətə aidiyyəti yoxdur. Siz mənim üstümə gəlin. Yenə deyirəm. Oğru məclisi də özünüz təşkil eləyin. Dediyiz məclisə də girirəm. Dediyiz məclisdə də sizlə söhbət edirəm. Amma Rüfət orada olsun. Bildin? Yığ oğruları özün. Bax, mən yığmayayım. Mən söhbət edirəm səndən. Bir də artıq əski hərəkət eləməyin, artıq əski danışmayın. Mən oğru məclisini onsuz yığacam, siz yığınsınız. Bir də deməyin, o kimdir onun sözünə biz məclisi yığaq. Mən kiməm? Mən oğlam ki, saat 3-də səhər yerindən, ya işindən, istirahatindən duruzdurub qabağıma gətirən oğlana. 23 sentyabr, 24 sentyabra keçən gecə. 2024. Bir il təzə keçib. Bildin hansı oğlana? Yəni, ağıllı olun. Siz heç kimsiniz, siz qorxaqsınız, siz ağciyərsiniz, siz siçansınız, siz muşsunuz. Bülət. Zərrə şərəfiniz varsa çıxıb söhbət edirsiniz. Bunun axırı ölüm də olsa siz öləcəksiniz. Nə olsa sizin başlayacaq, mənim başıma gətirəməyəsiniz. Məndən birinci söhbət edin, o pulu da alacaq. 135 min əvəzində 500 min sən mənə borcusan. Onu da xırdalıram. Məclis qur, o məclisi də xırdalıram. Ay, mənə verməyiblər. Kişi ol, hə, onu da verməyibsən, hə, sən bu qədər bunu arxayında örsən, sən niyə deyirsən bu mənim evimin içidir? Sənin dilinlə səndən danışıram, sənin sözünlə səndən danışıram. Adam özündən çıxarırlar, o zəng eləyir, bu zəng eləyir, Rüfət deyir ki, qaqaş deyir ki, onu tanımıram. Sən məni tanımırsan. Yalansın kişilikdə payı yoxdur, sən məni tanımırsansa. Sənlə mənim aramda bu söhbətlərdə olmayan kişidir. Söz vermişəm, söyməyəcəm, ürəyim partlayır. O söyüşləri var ha, deyirsən də söyüş. Lazım olan söyüşləri mənim qardaşımı yorumlarda kim hədəliyir ölümdən? O rəşd yalan deyən, nömrəmi bilsən zəngi, mənim qardaşımı hədəliyirsən. Kim hədəliyir? Deyən, eşitsən məndə, kim hədəliyir, o adı mesaj yazır. Mənim qardaşımı ölümdən hədəliyirsən. Göt, öldürə bilərsən qardaşımı. Nə vaxt öldürsən? Sənin var ha, səni sikərəm ha. Kimsən, nəsən? Sən kimsən mənim qardaşımı ölümdən hədəliyirsən? Qəhbə bülət. Kimsən? Götün çatır, məni öldür. Gəl görüşürəm səndən, gəlməyən var yoxun kim, gəl sənin payı var, gəl səndən tək görüşürəm, gəl sən. Bugün görüşürəm Bakıda, sənin qabağıma adam çıxadıram. Sənin payıva da gəlməyənim, mənim payıma da çıxadmayan da kişidə payı yoxdur, gəl. Atilla adı ilə girib, Atillasan, nə poxsan, mənim qardaşımın uzaq başdan sikin öldürə bilərsən. Bildin? Zındır bülət.
Nömrəmi tapa bilmirsən, o bu bilir. 280 055 ilə 83 84. Bir daha mənə zəng elə, mesaj yaz, şəkli var. Görüm necə öldürürsən. Ciddullah, səni var ha, səni var. Ən çox qorunduğun yer hardadır? Orada öldürərəm. Paçam bilət. Sən Tony Gəncəli Prelderdən qıraq söyürsən. Ki, Prelderdən qıraq söyür, məcbur söyürəm. Məcbur edirsən o rüfətin. Başa düşsən, sən Allahçılar nə edirsən? Bu girir burada, sən biri yasa qardaşımı öldürəcəm. Nə deyirsən? Deyirsən ki, qurban olun, başıma dönüm, sən gözəl insansan. Xiyar. Nə deyəcəksən? And ola Allaha, and ola şərəfimə, qeyrətimə, düzlüyə, haqqa. Bir nəfər. Tony Gəncə, bir dənə zəng elə məndə. Zəng elə mənə. Kim mənim ailəmi, qardaşımı ölümlə hədələmir. Zəng eləsin mənə. Allaha and olsun mənim bax 3 nəfərlə. Olsun mənim yenə deyirəm, təşəkkür edirəm. Yetərincə düşmən var. Hələ rüfət də mənsən artıq düşməndir. Biraz indi artıq. Məni o həddə çatdırmayın ki, Allaha şükür o gücə də sahibəm. Mən istəmirəm də çox qəddar pis adam olum. Yəni, eləyə bilməyəcəyin şeydir. Sən o eləmək üçün gərək sən mənə həyatdan yox eləyəsən. Bildin? $18 plus nədir? Yox, qardaşımı öldürəcək. Ciddullah bilət. Bu yazan kimdir? Sağla onun bir dənə tapın, onun şəklini zadın mənə atın. Əsəbdə nə yazayım? Yox, qardaşımı öldürəcək. Poxuyurlar axı, paçanla, bulan hamısı əyri qoyub. Qardaşım, məsləhət görsən çox sağ ol. Bir dənə bax əvvələ, bax gör necə yaranıb. Baxmısan bütün şeylərə. Yox, qardaşımı öldürəcək. Qardaşımı öldürən. Yaz elə mənə, görüm nəyin öldürəcəksən. Xiyar, səndən söhbətim var mənim. Amma belə eləsin, səndən də söhbətim olar. Yox. Sən belə bilmək istəsən nədir? Birincisi, deyir, Xətayda qalan qardaşını öldürəcək Murad. Xətayda qalan mən idim. Mənim qardaşımı da bu söhbətə qatmayın. Qardaşımı öldürə bilməzsiniz. Nidai bok bu hərəkəti kimsə eləyər. Adi var ha, ona şillə atar, yumruq vurar. Bax, deyirəm. Mən Varavskoy deyirəm ki, mən oğru deyirəm, düzdür, mən avara da deyirəm. Məni bu həyətdə prost çatdırmışsınız. İnsan bütün belə deyir, mərdi qova-qova namərd deyilsə, birdən kimsə mənim ailəmə yaxınlaşar, söz deyər, şillə atar. Bax, iminli o adamın, o yaxınlaşan adamın evində körpəsindən ağsaqqal ağ bir çəyinə kimi öldürür. Bax, heç kimə mərhəmət eləmərəm. Yəni, mənə o həyətdə çatdırmayın, mənim heç kimlə işim yoxdur. Mənim bu qəhbə, bir də bu qəhbənin mutilyaları ilə də işim. Ya, çıxıb mənə bu sənlə söhbətimiz var, qardaş, onun qardaşıyıq, söhbətə gəlirik deyən, mənə qardaş bilənlərlə söhbətə çıxsınlar. Çıxa bilməyəcəklərsə, soxsun içinə, mənə zəng eləməsinlər. Mənim qardaşımı öldürən kimi gəməyi öldür də, göt. Mənim qardaşımı öldürməyə yazan adam. Bir dənə yaz da mənə. Bir dənə yaz mənə şəxsi də, görüm kimsən. Kimsən də yox, qardaşımı öldürəcək. Görsən, haqsızsınız da, bax, bir də bulanın üzləri açırlar. Rüfətə varatal duranlar. Niyə? Sən alıb bir ki, toyuq baş kəsib, sən öldürəcəksən. Elşadı yazmışdım siyahıma. Bilmirəm, adı Elşaddır, Elşaddır o Həzinikin. Sənin də belə etsə yazacam siyahıma. Bir də o sözü işləsin, sənin də yazacam siyahıma. Onu da görəcəksən. Ağ qoyun necə olur, qara qoyun necə olur. Fərqi biləcəksən. Mən sizin adamlar kimi osturaqçıdır. Bir dənə yaxşı qeyndə özlərini videoya çəksinlər, qoysunlar, eləsinlər. Rüfonu əlbəttə bir gün vuracaqlar.
Muş kimi duvar. Oğru hara? Dövlət üçün pul yumay hara? Oturub orada Rusun pulunu yuyur da. Bu necə oğru? Oğru görmüş ki, pulumu kim satanda gəlib mənə kömək etməlidir, pul alıb mənə verməlidir. Oğru mənə təyin eləyir, pul atır. Belə oğru var, soxun belə oğrunun ağzına. Sözümün də ağasıyam. Çıxsın, görər. Yox. Atillasan, nə poxsan, əgər onu yazan Atillasa, bilmirəm, mesajda verdilər, ya da başqası kimsəsə, mənim mesaj qutuma yaz. Gəmirdən görüm sən kimsən. Görüm kim. Siz ancaq adamı öldürərsiniz, necə qəhbə kimi arxadan. Yəni gizlənə. Pul söhbətidir. Yəni əsas pul söhbəti, əsas hörmətsizlik söhbətidir. Düzdür, 135 min. Əsas belə özlərini elə aparılır, belə də olmalıdır. Yəni bunlardan oynası yoxdur. Kimsiz siz? Siz elə bir xalq başımıza çıxardıb da, biz sizi adam eləyib başımıza çıxarmışıq. Kimsiz ki siz? Heç kimsiz. Sizi qaldıran xalq, sizi qaldıran millət qaldırdığı yerdən sala da bilər. Bunu heç vaxt unutmayın. Şərəfsizlər, yox. Xətayda qalıb. Nə qəşəng dedektivdir, tapıb, qardaşım orada qalıb. Necə bildin bunu? Bunu heç kim bilmirdi. Malades sənə. Cicdillah bulət. Götün çatı gəlin məni öldür. Yerimi də biz, Ərdəbildəyəm, nömrəmi də bilsiz. Rüfət gəlsin, rüfət olduğu hər yerdə İranda mən söhbət edərəm. Yoxdur, yanında 10 nəfər olsun, tək gələm. Gəlməsəm qəhbəyəm, gəl bir dənə şey edeyim. Gəlsin, sən də yəm. Elə rüfətlə söhbət ediyorsa, birinci rüfət yanında səni öldürərəm. Cicdillah. Yenə deyirəm, bax, mən zarafat eləmirəm. Blöf heç eləmirəm. Mənim belə şeylərim yoxdur. Oğlu TikTokda çıxıb, o onu söyüb, bu bunu söyüb, ayıqlar keçib yaddan çıxıb. Yəni, məni qarışdırmayın. Məni onlarla qəti qarışdırmayın. Niday Bok biri mənim sevdiklərimin birinə yaxınlaşır. Çünki bu söhbətin heç bir qohumla, dostla, ailə üzvünə, yəni heç bir əlaqəsi yoxdur. Mənlə var. Mənim də davam rüfətlə var. Əgər biri elə bir səhv eləsə, onun kökün silərəm. Kökün deyəndə ümumi nəslini demirəm ha. Məsələn, balası varsa balasına qədər öldürərəm. Anası, atası, arvadı, uşağı, bir evdə yaşadığı neçə nəfər varsa hamısını öldürərəm. Yəni məni o həddə çatdırmayın. Mənim heç kimlə işim yoxdur. Qardaş, Vüsal nə yoluna qoyacaq? Bunu nə ki Vüsal, bunu heç kim yoluna qoymaz. Vüsal yoluna qoymaq istəyir, rüfəti çıxartsın ortaya, mən rüfətlə söhbət edeyim. Bunun yoluna qoymaq çox asan bir şeydir. Bu siçan, bu muş gizləndiyi yerdən çıxsın, məndən danışsın. Bu qədər asan, bu qədər sadə. Vüsal başqa necə yoluna qoya bilər ki? Neyniyə bilər? Yoluna zadına qoymuyor. Mənlə danışdı. Sadəcə rüfətin misalları çəkdi, belə şey ola bilər. Vapşey nə olur olsun, həm vaxt rüfətin problemi də olsun. Mənə söz verib, ən az zəngi deməkdir ki, başımda problem var. 3 gün, 5 gün geçəcək. Amma özüm belə aparsa, belə olmalıdır deyə. Telegramda danışdı, nə danışacaq, yenə deyirəm. Vüsal necə yoluna qoya bilər? Biraz məntiqlə düşünəkdir. Vüsal yoxu, qeyri-vüsal. Bunun bir dənə yolu var. Rüfət məndən danışmalıdır. Artıq əski addımlar atacaq, eyni addımları görəcək. Mənlə görüşməlidir. Görüşməsə də yenə deyirəm. Baxan, bilən, videodan xəbəri olan hər kəsə deyirəm. Bütün oğru aləminə səslənirəm. Bütün kişilərə səslənirəm. Bütün vicdanlı kişilərə, haqqı qoruyan kişilərə səslənirəm. Kimin əli varsa, kimin xodu varsa, oyunu mən o aləmin adamı olmamışam da bilmirəm necə, nə cür, harda yığılırlar, necə məclis olur, bilmirəm. Amma bilmirəm ki, nə olursa söhbət olacaq da əvvəl. O məclisi mənə kömək eləyin, təşkil eləyək. Bu rüfəti tapaq, bu rüfəti. Gəlmirsə, qorxursa, gizlənirsə, eyb yoxdur, konferansla qatılsın. Danışaq, bilək kimdir. İndi mən burada yazılanlardan oxuyuram, deyirlər ki, oğru belə səhv eləyəndə ona stop qoyurlar, zad qoyurlar. Mən elə şeylər bilən adam deyirəm. Onun da stop düşür. Yəni onun adı stop rüfətdir. Yəni əsl adına qalanda stop rüfət. O stopu da bu qoyacaq. Ondan sonra demir öldürəcəyəm. Gəlib məni öldürsün.
Yəni öldürənməz. Mən hədiyyəlik döyürəm, padarka döyürəm. Yəni ölüm işinə də həyatım çönüb. Beynim də çönüb. Sizin hamınızı biçərəm. And olah bizi yaradan Allaha, sizin hamınızı biçərəm. Rüfət və Rüfət kimdir? Yenə deyirəm, bax, mənim ailəmə, ailə üzvlərimə, dostlarıma kimsə qorxudar, zəng eləyər, həd eləyər. Belə qəhbə variantları getməyin. Mənim nömrəm hər kəsdə var, hər kəsin də telefonunu açıram. Məcbur indi İrandayam da, ölkədən kənaram. Bu cındıra görə cinayət işim yubandı. Mənim Azərbaycanda cinayət işim var. Şərə düşmüşəm. Ondan sonra da əlavə artan cinayət işlərim var ki, bu nə kriminala meyilli, nə bilim, buna hamı bir də niyə yalan danışım olduğunu deyir. Birincisi şərdir. Ondan sonra da belə heç nə, didərgin düşmüşəm. Bu cındırı da 10 aydır normal axtarmışam. Bir insan balası kimi, insan kimi. Qaçıb, məni o həddə çatdırıblar ki, gözümdə heç nə yoxdur. Estağfurullah. Mən İrandayam. Yerimi bilirlər. O yandakı o Murad, mənim qaldığım evdə də qalıb. Yeriyəndə burada pul qutaranda, qardaşım mənə pul verir, 200 dollar, 200 dollar, 3-4 dəfə ona pul vermiş yəni. Deyirlər, vəfat edib axı. Kim? Rüfət vəfat eləyib. Xəbərim yoxdur. İranda qalıram, Ərdəbildə qalıram. Mən bu kimi çıxıb demirəm, burada qalıram, orada çıxıram. Haradayamsa oradayam, vəssalam. Gəlsin Rüfət görüşürəm. Lap Rüfət Ərdəbilə gəlməsin. Bilim Təbrizdədir, xəbər eləsin, gelib görüşürəm. Bilim Kiş adasındadır, Kişdə. Gedirəm, görüşürəm. Gəlsin də gələ bilər. Deyirlər, Rüfət ölüb. Kimə niyyət, kimə qismət. O Atilla idi, onun adı. Atilla sən nə poxsan o sözü yazan. Götün çatır mənə yaz. Yaxşı, boş-boş söhbət deyilməyin. Mən dediyim bütün sözləri eləyəcəyim. Dediyim bütün sözləri eləyəcəyim. Allah, ya adam öldü. Nəsə, Rüfət yanındakılar nə bilmir, yenə ora bura adam göndərdi. Bir dəfə görmüsən Rüfətin öz videosunu kimisə vurdu. Hə? Öyle baxsan videolara, elə onu bunu killəyə göndərir. Paşa da bu söhbətə qusdu. Bu Gürcüstanlı. Bu oğullar məclisi olacaq. Bu Rüfət çıxacaq. Ağ qoyundan qara qoyun seçiləcək. Həqiqət bilinəcək. Əvvəl adını alacağım onun, sanını alacağım, gücünü alacağım, kütləsini alacağım. Sonra da əgər, yəni haqını alacağım, o səhv edib, ona heç nə düşmür, sınacaq, bunlar hamısı gedəcək. Yox, o abijnik qalacaq, vurub öldürmək, can söhbəti gedəcəksə, o mənim canımı ala bilməyəcək. Yox, Sabirabadlı paşa, yox, Gürcüstanlı paşa. Mauqli, Stafkazad nədir? Neysə, məcbur edirsiniz, oğru paşa. Afşin belə. Əleyküm salam qardaş. Kişi kimi gəlin, kişi kimi, qəhbə kimi yox. Yerim də bəllidir, yurdum da bəllidir, nömrələrim də açıqdır. Çıxın qabağıma, çıxın qabağıma, əzim sizi. Bax deyirəm, gör nə qədər özümü verirəm, əzim sizi. Orada burada demək, nə tura pul verirlər, danışdırırlar. Yox qardaş, oğru deyirəm, adi bir insanım, haqsızlıq ediblər, bulanın ağzına haqsızlıq edib, qaşıyacaq, haqqımı qoruyuram. Nə oğrudular, massalar var, qorxub soxmalıyam içimə. Səhv-səhvdir, düzdür. Düzü bunlar əyə bilməz. Bunlar indiyə kimi haqsızlıqla, adam vurmayla, zırt-pırt belə şey ediblər, o dövr qutardı. Yığmırlar da, vallah yığmırlar, billah yığmırlar. Bir nəfər yığır, deyir, onu qoxmuyam, Rüfət deyir ki, onu tanımıram. Onu dedim, tanımırsa, baxmışım, mən Rüfətə sözüm yoxdur. Nədir, deyirlər ki, yığmırıq, biz
onlayna çıxmır. Bax, aç YouTube-u. Uzanır da qaqaş, bu gün neçəsidir, sənin ad günündür. Nəm, sən filan kəsin oğlu dörsən. Nə TikToka çıxmırlar, YouTube-a çıxmırlar, videolar doludur. Mənə gələndə çıxmadılar. Yaxşı çıxmasınlar, mənim üçün ömrəni bilirlər, zəng eləsinlər də. Hə, Mauqli, sənin var ha, üzdən İraq sənin nəslindir. Bir qəhbəsiz də. Daldan verən də elə sənə bunu deyənlərdir. Cındır oğlu, cındır. Şərəfsiz. Gəz görüm üzümə bir şey deyə bilsən. Şərəfsizin biri şərəfsiz. Qəhbənin biri qəhbə. Bu beləsiz də, mutilyası, şər atan, yalan danışan. Daldan adama pul verib, o qəhbə elşər idi, kim idi? Girib söyüş söyən. Üzə gələndə heç kim üzdə yoxdur. Stavka vermişəm, neynəmişəm. Bir də qalsam, bax, İranda oldu. Səni də sikəcəyəm, mən Mauqli qəhbə bilət, sənin o rüfətvi də sikəcəyəm, harada bildə oturmalıyam, da harada oturmalıyam, burada qalım da, gicdi laq, sənin o dalı boyu bırlayant deyirsiniz də, oğlun osturaqçı çıxdı, gəldim, düşdüm, didərgin əriyirdim da, qəhbə. Sənin ağzını verəcəyəm. Bax, iminli səni tapacağam, səni. Tapacağam, sənin bu sözlə bir. Kişi səsə çıx bizə. Məni də söydürürlər. Mən siz kimi pidarazları vurmaqdansa, elə bir nərsin başçısı sındırandan sonra, əvvəl adını alacağam, sonra canını alacağam. Görün bu pidarazlar ortada olacaq, yoxsa yox. Sağ olun.